Suriyanın Aralıq dənizi sahillərində yerləşən əyalətlərində yeni hökumət qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında bir neçə gündür ki, toqquşmalar baş verir. Nəzərinizə çatdıraq ki, martın 6-sında Lazıqiyənin Cəblah rayonunda devrilmiş Əsəd hökumətinin tərəfdarlarının həyata keçirdiyi hücum zamanı ən azı 11 təhlükəsizlik əməkdaşı öldürülüb. Suriya ordusu bundan sonra Lazıqiyə və Tartus əyalətlərinə tanklar, çox saylı reaktiv yayılım ateş sistemlərdə daxil olmaqla yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərib və silahlı qruplarla döyüşə başlayıb. Əməliyyat zamanı 250-dən çox üsyançı öldürülüb. Suriya hökumət qüvvələri isə 231 döyüşçüsünü itirib. Bölgədə çox sayda mülki vətəndaşın hədəfə alındığı xəbərlər və görüntülər beynəlxalq mətbuatda və sosial mediada yer alıb. Qeyd olunub ki, keçid hökumət qüvvələri sahil yanı ərazilərə nəzarəti bərpa edib və dağlarda keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını təqib edir. ABŞ və Rusiya Suriyada zorakılığın artması fonunda bazar ertəsi BMT-ni Təhlükəsizlik Şurasının iclasına keçirməyə çağırıb.